Fəsil 21. Atəş səslərindən Langdonun qulaqları hələ də cingildəyirdi. O sındırılmış qapıdan keçərək içəri daxil oldu. Ayaqqabıları altında qalan, çəhrayı mərmər döşəməni örtən şüşə qırıntıları xırçıldayırdı. Langdon zərif giriş zalında Yanaçek və Leytenant Pavelə qoşuldu. Sağa doğru bir dəhliz uzanırdı. Lakin Yanaçekin diqqəti birbaşa qarşılarında ucalan vahiməli polad qapıya yönəlmişdi. Üstünə laboratoriya sözü yazılmış bu qapının kiçik, möhkəmləndirilmiş pəncərəsi və biometrik paneli vardı. Laboratoriyaya enən pilləkən, pəncərədən içəri boylanaraq qapının kilidini yoxlayan Yanaçek dedi. Langdon ətrafa baxıb lift axtardı. Gessnerin ağır elmi avadanlıqları obyektinə necə daşıdığını düşünürdü. Lakin foyedə yalnız bu pilləkəni və sağa uzanan dəhlizi gördü. Doktor Gessnerin bir gecə əvvəl lovğalandığı ağıllı kodun hələ heç bir klaviaturası gözə dəymirdi. Yanaçek yerindən çıxmış qırıq təhlükəsizlik şüşəsinin çərçivəsini incələyirdi. Sonra çömbəldi, çərçivəni qaldırdı, laboratoriyanın girişinə qədər sürüdü və etinasızca qapıya söykədi. Müvəqqəti xəbərdarlıq siqnalı. O elan etdi. Dostun gizlicə çıxmağa qərar verərsə. Langdon inana bilmirdi ki, Yanaçek Ketrinin qaçacağını düşünür, amma onun zəkasına sadəcə heyran qalmışdı. Leytenant Pavel artıq dəhliz boyu ehtiyatla irəliləyirdi və silahını qaldırıb hazır saxlamışdı. Lənətə gəlmiş silahını aşağı sal. Langdon qışqırmaq istəyirdi. Onlar silahsızdı. Yanaçek və Langdon onun arxasınca gəlirdi. Pavel balaca bir tualetə baxdı. İçərinin boş olduğunu görüb dəhlizin sonuna doğru irəlilədi. Burada dəhliz sola dönürdü. Küncdən ehtiyatla boylandı. Biraz sonra silahını qabına qoydu və çiyinlərini çəkərək kapitana tərəf döndü. Nikdo. Heç kim yoxdur. Langdon Yanaçeklə birlikdə küncdən dönüb təbii işıqla yuyulan göz qamaşdırıcı bir məkana daxil oldu. Hansısa otelin girişini xatırladan bu otaqda parlaq ağ divanlar, döyülmüş mis masalar və zövqlə qurulmuş qəhvə guşəsi vardı. Döşəmədən tavana qədər uzanan pəncərələrdən üfüqdə görünən şəhərə, Petrin qülləsinə və Vışehrat qalasına möhtəşəm mənzərə açılırdı. Langdon ətrafı süzərkən baxışları arxa divardakı nəhəng sənət əsərinə sataşdı. Üslubunu dərhal tanımışdı. Bu, brutalist divar heykəli idi. İlahi, bu orijinal Paul Imas əsəridir. 243 sm ölçüsündə pas rəngli metal lövhə düzbucaqlı oyuqlardan ibarət bir tor şəklində bölünmüşdü. Hər oyuqda ayrıca kiçik heykəl vardı. Möcüzələr otağının improvizasiyası olan bu Paul Imas əsərinin dəyəri Langdonun fikrincə rahatlıqla $250.000 çatardı. Gessner dünən gecə gəlirli tibbi patentlərindən danışmışdı. Amma Langdon bu patentlərin nə qədər gəlirli olduğunu görünür kifayət qədər qiymətləndirə bilməmişdi. Yanaçek otağın o biri başına doğru irəlilədi. Oradakı böyük taxta qapı açıq idi və görünür Doktor Gessnerin kabinetinə aparırdı. Doktor Gessner, deyə Yanaçek səsləndi və kabinetə daxil oldu. Langdon Ketrini görmək ümidi ilə onun ardınca getdi. Lakin otaq boş idi. Otağa daxil olanda Langdon təəccübləndi. Neyroalimin kabineti canlı abstrakt nüsxələrlə bəzədilmişdi. Hər biri müxtəlif rəng sahələrinə bölünmüş, amorf kürə şəkillərindən ibarət idi. Langdon onların nə olduğunu dərhal anladı. İnsan beyninin MRT görüntüləri. Sənət kimi elm. Langdon düşündü. Görəsən Gessner özünə bu qədər vurğundurmu ki, divara öz beyninin şəkillərini asır? Son vaxtlar DNT-11 kimi görüntüləmə şirkətlərinin yayılması ilə bioavtoportretlər populyarlaşmışdı. Bu şirkətlər müştərinin unikal DNT mikroskopiyasına əsaslanan sənət əsərləri yaradırdı. Genetik sənət, deyə elan edirdilər. Bu isə fərdi sənət əsəri mənasını verirdi. Yanaçek masaya yaxınlaşıb, interkomu və mikrofonu xatırladan qurğunu yoxladı. Bir düyməni basıb saxladı. Doktor Gessner, dedi mikrofona. Mən ussu kapitanı Aldrich Yanaçekəm. Güman edirəm bunun fərqindəsiz. Professor Robert Langdon da yanımdadır. Siz də, xanım Solomon da dərhal yuxarı qalxmalısınız. Təkrar edirəm, dərhal. Zəhmət olmasa təsdiqləyin. Düyməni buraxdı və baxışlarını tavandakı balıq gözü kameraya dikib gözlədi. Sükut uzandıqca Langdonun narahatlığı artırdı. Niyə Ketrin cavab vermir? Aşağıda nəsə baş verib, bəlkə qəza olub. Professor, Yanaçek asta addımlarla Langdonun yanına gəldi. Sizcə xanım Solomon məni niyə görməzlikdən gəlir? Onların burada olduğu aşkardır. Doktor Gessnerin kabineti açıqdır və çöldə təzə izlər var. Langdon izlərin nə qədər təzə olduğunu əmin deyildi. Amma reallığı nəzərə alsaq, Ketrinin həqiqətən də Gessnerlə aşağıda olması məntiqli görünürdü. Heç bir fikrim yoxdur, deyə dürüst cavab verdi. Yanaçek Langdonu gözləmə otağına qaytarıb, ağ divanlardan birini göstərdi. Oturun. Langdon itaət etdi. Yanaçek telefonla danışmağa başladı.
O çex dilində və olduqca sürətli danışırdı. Leqdon gözləyərkən baxışları yenidən Qesnerin kabinetini bəzəyən rəngli şəkillərə yönəldi. Cəmi 1 kilo 360 qramlıq ət parçası, deyə düşündü. Sirli konturları və bir-birinə dolanan qatları incələyərək və elm hələ də onun tam olaraq necə işlədiyini bilmir. Dünən gecəki mühazirəsində Ketrin insan beyninin bir görüntüsünü göstərmişdi. Paslanmayan polad qabda duran boz, qırışıq bir toxuma yığını. Bu yığın sizin beyninizdir, deyə auditoriyaya göstərmişdi. Bilirəm, xarab olmuş hamburgerə bənzəyir, amma sizə əmin edirəm ki, bu orqan tamam möcüzədir. Təxminən 86 milyard neyronu ehtiva edir. Birlikdə 100 trilyondan çox sinaptik əlaqə yaradırlar və istənilən mürəkkəb məlumatı demək olar ki, dərhal emal edə bilirlər. Üstəlik bu sinaptik əlaqələr zamanla özünü yenidən təşkil edə bilir. Neyroplastiklik adlanan bu fenomen beynə uyğunlaşmaq, öyrənmək və zədələrdən bərpa olunmaq imkanı verir. Ketrin daha bir şəkil göstərmişdi. Masanın üstündəki tək bir DVD. Bu adi bir DVD-dir, deyə davam etmişdi. 4,7 GB məlumat saxlaya bilir. Yəni təxminən 2000 yüksək keyfiyyətli şəkil. Bəs adi insan beyninin sahib olduğu arxivi saxlamaq üçün neçə DVD lazımdır? O bir anlıq fasilə verdi. Əgər lazım olan DVD-ləri bir-birinin üstünə düşsək, Vladislav zalının uca tavanını işarə edərək, bu binadan hündür olar. Hətta beynəlxalq kosmik stansiyaya qədər çatar. Ketrin barmağını gicgahına döydü. Hər birimiz burada milyonlarla gigabayt məlumat saxlayırıq. Şəkillər, xatirələr, ömür boyu toplanmış biliklər, bacarıqlar, dillər. Hamısı bu balaca məkanda səlqə ilə təşkil olunub. Müasir texnologiya bununla müqayisə səviyyəsinə çatmaq üçün hələ də nəhəng məlumat anbarlarına ehtiyac duyur. O ekranı söndürüb səhnənin önünə gəldi. Materialist alimlər bu qədər kiçik bir orqanın necə belə böyük həcmdə məlumat saxlaya bildiyinin sirri qarşısında hələ də acizdirlər. Düzün desəm mən də razıyam. Bu fiziki baxımdan mümkünsüz görünür və məhz buna görə mən materialist deyiləm. Zalda yüngül bir çaşqınlıq dalğası yayıldı. Yenə arı yuvasına çomaq soxur, deyə Langdon düşündü. O bilirdi ki, Ketrin insan şüurunun öyrənildiyi iki qarşı fəlsəfi cərəyan barəsində danışarkən insanları qıcıqlandırmaqdan heç vaxt çəkinmir. Materializm və naetika. Materialistlər bütün hadisələrin, o cümlədən şuurun yalnız fiziki maddə və onun qarşılıqlı təsiri ilə izah oluna biləcəyinə inanırdılar. Onlara görə şuur fiziki proseslərin yan məhsulu, neyron şəbəkələrinin fəaliyyəti və beyin daxilində gedən digər kimyəvi proseslərin nəticəsi idi. Naetistlər üçünsə mənzərə sonsuz dərəcədə geniş idi. Onlar düşünürdülər ki, şuur beyin prosesləri tərəfindən yaradılmır. Əksinə, məkan, zaman və ya enerji kimi kainatın fundamental bir xüsusiyyətidir və hətta bədənin daxilində belə yerləşmir. Langdon insan beyninin bədən çəkisinin cəmi 2%-ni təşkil etdiyini, buna baxmayaraq bədənin enerji və oksigen ehtiyatının 20%-ni istehlak etdiyini öyrənəndə heyrətə gəlmişdi. Bu açıq-aşkar uyğunsuzluq Ketrinin fikrincə beynin mürəkkəb bir iş gördüyünü sübutu idi ki, ənənəvi biologiya hələ də bunu dərk edə bilməmişdi. Onun əlyazması yəqin bu sirri açacaq, deyə Langdon düşündü və Jonas Folkmanın əlyazmanı oxumağa başlayıb başlamadığı sualı onu maraqlandırdı. Jonas'ı tanıyıramsa, o bütün gecəni yatmayıb, kitabın artıq yarısını oxuyub. Yaraçıq artıq ikinci telefon zəngini həyata keçirmişdi və onun getdikcə daha israrlı səs tonu Langdonun onsuz da gərilmiş əsəblərini biraz da tarma çəkirdi. Langdon saatına baxdı və Harrislə səfrin tezliklə gələcəyinə ümid etdi. Divanda gözlədiyi müddətdə Langdon baxışlarını yenidən otağın o biri başındakı nəhəng Paul Evans divar heykəlinə yönəltdi. Bu bahalı sənət əsəri onu ilk gördüyü andan bəri narahat edirdi. Langdon varlı sənət həvəskarlarına əsəbləşirdi. Onlar dünya səviyyəli şah əsərləri alıb, muzeylərdəki təhlükəsiz şəraitdən çıxarır, zəif işıqlandırılan və ya riskli məkanlarda sərgiləyirdilər. Üstəlik Gessner əsəri düzgün asmamışdı. Şübhəsiz Paul Evans bu heykəlin tablo kimi divarın mərkəzinə bərkililərək nümayiş etdirilməsini nəzərdə tutmuşdu. Gessner isə tənbəllik edərək əsəri birbaşa döşəmənin üzərinə qoymuş, yalnız yuxarıdan çəkilmiş bir sabitləyici çubuqla otağın içini aşmasının qarşısını almışdı. Bu divar bərkdir, deyə Langdon düşündü. Çəkini asanlıqla saxlaya bilər. Lakin ağır üfüqi çubuğu diqqətlə nəzərdən keçirərkən gözlənilməz bir fikir onun beynində ildırım kimi çaxdı. Yoxsa o sənət əsərinə daha diqqətlə baxmağa başladı. Sonra ayağa qalxıb cəld addımlarla ona doğru getdi. Anidən Pavel onun qarşısına atıldı. Silahını çıxarıb birbaşa Langdonun sinəsinə tuşladı. Nechte toho! Dayanın! Langdonun əlləri dərhal havaya qalxdı. İlahi! Yanaşıq telefon zəngini başa çatdırdı və leytenanta başı ilə işarə verib çexcə nəsə dedi. Pavel silahını indirib qınına qoydu. O nə etməyə çalışır? Langdon yanaşığa tərəf qışqırdı. Öz işini görür. Kapitan cavab verdi.
Bizi qoyub getmək istəyirdiniz, cənab? Getmək? Langdon hisslə dedi. Xeyr, mən sadəcə nə? Langdon bir anlıq tərəddüd etdi. Sözlərini yenidən ölçüb biçdi. Tualetə gedəcəkdim, deyə yalan söylədi və yerinə qayıtdı. Fikrimi dəyişdim, gözləyə bilərəm. Golem köhnə şəhər meydanının daş döşəməsi ilə taksi dayanacağına doğru addımlayarkən güneynəyini taxdı. Yuxusuzluğuna baxmayaraq özünü gümrah hiss edirdi. İntiqam aktını necə həyata keçirəcəyi barədə düşünürdü. Dünən gecə Gesner qaranlıq bir həqiqətə etiraf etmişdi. Onun həmkarları Praqa şəhərinin dərinliklərində, yerin altında nəhəng, mağaravari bir kompleks inşa etmişdilər. Ona sərhəd adını vermişdilər. Layihənin miqyası olduqca geniş idi. Amma Golemi ən çox heyrətləndirən obyektin yerləşdiyi yer idi. Şəhərin lap mərkəzində. Hər gün yüzlərlə insan onun üzərindən keçir, ayağının altında nə olduğunu bilmirdi. Golem Gesnerdən içəri necə girəcəyini soruşanda, o əvvəl müqavimət göstərmişdi. Amma ağır qarşısına tab gətirə bilməyərək cavabı açıqlamışdı. Sərhədə yalnız girişin gizlədildiyi yeri bilən və yüksək dərəcədə ixtisaslaşmış RFID açar kartına sahib biri girə bilərdi. Qolemə hər ikisini əldə etmək üçün cəmi bir neçə dəqiqəlik işgəncə kifayət etmişdi. Gesnerə ölmə tərk edərkən lazım olan məlumat da, onun şəxsi RFID kartı da artıq onda idi. Təəssüf sonradan məlum oldu ki, neyroalim ondan həlledici bir detalı gizlədə bilmişdi. Təkcə açar kart giriş üçün kifayət etmirdi. Golem tükənmiş halda qaranlıq küçələrdən evinə doğru sürünürdü. Cibində isə sadəcə heç nəyə yaramayan bir kart vardı. Yolun yarısında anidən ağlına bir fikir gəldi. Düşündükcə daha da əmin oldu. Dan yerin sökülənə yaxın artıq tam əmin idi. Mənə bir şey də lazımdır. Xoşbəxtlikdən Golem bu şeyin hazırda harda olduğunu dəqiq bilirdi. Gesnerin şəhərə baxan dağ silsiləsindəki şəxsi laboratoriyasında. Bez çon ubožích muk. Dedi taksiyə minərkən. Məni Xaç qalasına apar.